Hər kəsə salam. Bu gün Kaspinin keçirmiş olduğu buraxılış sınaq imtahanı 9-cu sinif suallarını deməli sizlər üçün izah edəcəm. İndi gəlin dinləməsinə bir dənə baxaq. Dinləməsini nəsə tam yaxşı yükləməyibdi, amma yenə də dinləyək. Listen to the passage and answer questions 1 to 4. Emily Carter is a very unusual musician. Unlike most musicians, she does not compose music while she is fully awake. Instead, she creates melodies while she is asleep. Emily never remembers the music that she creates at night. When she wakes up in the morning, she is often amazed by the recordings she finds. Scientists have examined Emily's brain activity, but they still do not completely understand how or why she is able to compose music in her sleep. This proves that the human brain still has many secrets. Some experts believe that Emily's ability comes from the part of the brain that works without conscious control. Emily usually uses simple tools such as a small recorder and a piano to create her music. Her music often includes complex rhythms and harmonies. Today, her compositions are performed in concert halls around the world, and part of the money she earns is donated to charities that support sick children. Emily began composing music in her sleep at a very young age, around the age of 6. Deməli, təxminən yuxusunda bir musiqi bəstələyən Emily adlı şəxsdən danışır. İndi deməli, gəlin biz təzədən daxil olaq 9-cu sinifin buraxılış sınaq imtahanına. Bəli. Deməli deyir ki, Emily creates, gəlin baxaq deməli. Emily creates music while erkən deməkdir. While she is deməli asleep bir olacaq. Tamamilə oyaqkən olmur. Yəni yatanda musiqi bəstələyir. Deməli, bir də ki, səhv eləmirəmsə burada 3-də var idi. Yenə də birər dəqiq qulaq asarıq. Hələ ki mən də birinci dəfə işləyirəm. Nə üçün deyir alimlər Emily'nin bacarığı ilə maraqlanır? Çünki musiqini yuxusunda bəstələyir. Kompoz bəstələməkdir. Deməli, unusual, yəni qeyri-adi istedadı olan musiqiçi Emily haqqındaydı. Bəli. Deyir, Emily gecə yaratdığı musiqini xatırlayır. Məncə bu false idi. Xatırlamır səhər oyananda. Alimlər tamamilə deyir, onun beyni necə işlədiyini başa düşür. Deməli, deyirsən bu da səhv olmadı. Buna dəqiq baxarıq. Bəli, young age, 6 yaşında musiqi bəstələməyə başladı. Different countries isə səhv etmirəmsə düz olmalıydı. Bu da B, false olmalı idi. İndi bir əldə qulaq asaq. Daha sonra deməli, davam eləyərik. Bir dəqiqə. Listen to the passage and answer questions 1 to 4. Emily Carter is a very unusual musician. Unlike most musicians, she does not compose music while she is fully awake. Instead, she creates melodies while she is asleep. Emily never remembers the music that she creates at night. When she wakes up in the morning, she is often amazed by the recordings she finds. Scientists have examined Emily's brain activity, but they still do not completely understand how or why she is able to compose music in her sleep. This proves that the human brain still has many secrets. Some experts believe that Emily's ability comes from the part of the brain that works without conscious control. Emily usually uses simple tools such as a small recorder and a piano to create her music. Her music often includes complex rhythms and harmonies. Today, her compositions are performed in concert halls around the world, and part of the money she earns is donated to charities that support sick children. Bəli, bu qədəri deməli bizə kifayət elədi. Doğrudan da cavabları düzgün tapmışıq. Deməli, Emily musiqi yaradır. Nə vaxt musiqi bəstələyir, yəni piano və rekorderdən istifadə edərkən, bir də yuxuluykən, yəni birici olacaq. Emily'nin bacarığı nədir? Yuxusunda musiqi bəstələyir. Buna görə də qeyri-adi bacarığına görə alimlər ondan maraqlanır. Mətn qeyri-adi istedadı olan musiqiçi haqqındadır. Bəli, gecə bəstələdiyi musiqini xatırlayır, deyir, xatırlamır, səhvdir. Alimlər tamamilə başa düşür. Alimlər deyir ki, o haqda araşdırma aparıb da, amma tam olaraq başa düşmür ki, onun beyni necə işləyir də. Gecə musiqini bəstələyir, səhər heç özü onu xatırlamır. Hətta deyir ki, insan beyninin çoxlu sirləri var, many secrets. Bəli, ona görə 1 və 2 deməli səhvdir. 3 düzdür, müxtəlif ölkələrdə around the world, dünya ətrafında deməli
səsləndirir onun musiqiləri. Bir də 6 yaşında, yəni hələ cavan, daha doğrusu balaca yaşında musiqi bəstələməyə başladı. 5-də izahını vermişəm. İndi isə gəlin 6 ilə davam edək. Deməli, baxırıq ki, məktub yazılan şəxs Thompsondur. Məktubu yazan isə Daniel Greendir. Deməli, biz variantdan Thompson olanı çıxacağıq. Çünki birinci yazılan şəxs hərəkətinin mübtədası ola bilməz, yəni icraçısı ola bilməz. Burada deməli, baxırıq ki, I am writing to inform you. Baxın, elə birbaşa burada inform deyil. Inform nədir? Məlumat vermək, bir şey haqqında demək, danışmaq. I am writing to inform you that I will be absent from school tomorrow because I am not feeling well. Yəni, özümü xəstə hiss edirəm, yaxşı hiss etmirəm deyə sabah məktəbdə olmayacağam. Buna görə sizə xəbər vermək üçün yazıram. Həkim mənə məsləhət elədi ki, evdə qalıb 2 gün istirahət eləyim. Və mən sizin üçün artıq deməli, bu tibbi kağızın qeydin, yəni kopyasını çıxarmışam. Nəzərə aldığınız üçün təşəkkür edirəm. Deməli, gəlin baxaq. Baxın, deyir ki, Daniel həkiminə tibbi qeyd üçün təşəkkür edir. Xeyr. Daniel bunu hardasa deməli, məktəb deyəsən müəlliminə yazır. Çünki deyir, məktəbdə sabah olmayacam. Düzdürmü? Daniel doesn't have any medical document. Yəni, heç bir tibbi sənədi yoxdur. Əlbəttə ki, var. Deyə yanlışdır. Hə, müəlliminə yazıbdır. Bəli, Daniel deyir, müəllimindən icazə üçün xahiş edir. Xahiş etmir. Artıq deyir ki, mən olmayacam. İcazə kağızımı da sən göndərəcəm. Yəni, artıq olmayacağını deyir. Xahiş etsəydi, soruşardı ki, icazə verirsinizmi mənə? Bu şəkildə olardı. Cavab olacaq ki, Daniel sağlamlıq problemlərinə görə sağlamlıq problemləri ucbatından dərsdə olmayacaq. İndi baxırıq yenə əziz Mr. Johnson və Mark Lewis. Deməli, Mr. Johnson olan variantı biz çıxırıq. I am Mark Lewis from your history class. I am writing to ask for more information about the topic of the final project. I would be grateful for your help. Kind regards. Deyir ki, mən sizin tarix sinifindən, yəni tarix dərsi dediyiniz sinifdən Mark Lewis sizə deyir, final, yəni son layihənin mövzusu barəsində soruşmaq üçün yazıram. Köməyinizə görə mən minnətdar olaram. Xoş, yəni arzularla, belə deyək də, ya da ki, mehriban nəysə arzularla. Deməli, Mark istəyir dəyişmək istəyir müəllimini. Baxın, belə bir informasiya yoxdur. Cancel ləğv etməkdir. Mark layihəni ləğv etdiyi üçün müəlliminə təşəkkür edir. Xeyr, ondan deyir ki, mənə izah elə də kömək ilə. Əlbəttə ki, C olacaq. Elə ask var burada. Baxın, burada da ask var. Bu şəkildə. İndi isə gəlin mətnimizə baxaq. Bəli, Tahir Salahov haqqında da Azərbaycanın görkəmli rəssamlarından biri. Tahir Salahov is a well-known Azerbaijani painter recognized for shaping modern painting in Azerbaijan. Tahir Salahov müasir rəssamlığı Azərbaycanda formalaşdıran tanınmış Azərbaycan rəssamı, yənidir. Azərbaycan rəssamıdır. He developed his skills through formal education and practical experience. O formal təhsillə, yəni qanuni, rəsmi təhsillə və praktiki təcrübə ilə öz bacarıqlarını inkişaf etdirdi. Moskvada Surikov Universitetində oxuyaraq bəli bunu etdi. Orada rəsm çəkmə texnikaları və deməli rəssam kompozisiyasına bağlı qabaqcıl deməli texnikalar öyrəndi. At the beginning of his career, Salahov focused on realistic and dramatic works. Öz karyerasının başlanğıcında Salahov dramatik və realistik üslubda əsərlərə fokuslandı, yəni daha çox diqqət yetirdi. Sonra o, deməli, öz portretləri, baxın, portret də insan rəsmidir, portretləri və sosial mövzulu rəsmləri ilə həyatı, işi, adi insanların, adi xalqın çətinliklərini əks etdirmiş sosial məzmunlu rəsmləri ilə məşhur oldu. O, güclü rəhlərdən və qalın formalardan emosiyaları və insan xarakterini ifadə etmək üçün istifadə etdi. Vaxt ərzində o ayrıca xüsusi rəssam üslubu inkişaf etdirdi, hansı ki, bu emosional dərinliklə realizmi birləşdirirdi. Karyerası içərisində, yəni karyerası boyunca Tahir Salahov çox vacib sənət əsərləri çəkdi və həm Azərbaycanda, həm də xaricdə sərgilərdə iştirak etdi. Onun rəsmləri deməli tanınma, yəni məşhurluq qazandı və Azərbaycan incəsənətində yeni cərəyanlara ruhlandırdı. Necə nə tərzdə? Deməli,
remaining influential for contemporary painters and art enthusiasts alike. Alike oxşar deməkdir. Deyir, yəni özü kimi oxşar incəsənət həvəskarlarını və müasir rəssamlara təsir edərək, yəni təsir edən bir şəkildə qalaraq onları ruhlandırdı. İndi isə gəlin deməli düzgün cavabları seçək. Deyir ki, nə üçün Tahir Salahov vacib rəssam hesab olunur? Çünki o yalnız landşaft, yəni mənzərə çəkdi. Əlbəttə ki, yanlışdır. Avoid qaçmaq deməkdir, nədənsə qaçınmaq. O realistik incəsənətdən qaçdı, xeyr. Çünki onun əsərləri müasir Azərbaycan rəssamlığına bəli təsir etdi. Deyir, çünki o heç vaxt sosial məzmunlu əsərlər üçün tanınma qazanmadı, yanlışdır. Çünki o sadəcə abstrakt, yəni mücərrəd rəsmə, incəsənətə meyil etdi, fokuslandı, yanlışdır. Mətn əsasən nə haqqındaydı? Mətn əsasən, bəli, Azərbaycanlı rəssamın həyatı, məşhur Azərbaycanlı rəssamın həyatı və işləri haqqındaydı. İndi gəlin deməli 10-cuya baxaq. Bizdən düzgünləri seçməyimizi istəyir. Baxın, struggles çətinlikdir. Burada elə eyni sözü mən seçmişəm. Salahovun əsərləri unreal, yəni qeyri-real obrazların çətinliklərini göstərdi. Baxın, ordinary adi xalqdır, adi vətəndaşdır, yəni realda olan insanlardır. Unreal ola bilməz, bir yanlışdır. O sadəcə dekorativ üsluba və mücərrəd üsluba, yox, sadəcə yox, əsasən üzrlü sayın, mücərrəd və dekorativ üsluba deməli fokuslandı. Fokus, yəni belə də fokuslandı deyəndə, yəni konsentrasiya oldu da əsas o da. Amma bu da realistik əsərlər idi, abstrakt yox. Abstrakt mücərrəddir, realda olmadı, amma realistik realda olanda elə 2 də olmaz. Bəli, 3-dür, bir də 4-dür. Niyə? Bizdən düzü istəyir, eləmi? Həm Azərbaycan, həm xaricdə əsərləri nümayiş olundu, yəni sərgiyə qoyuldu. Baxın, yenə burada mən seçmişəm, eyni cümlədir. Bir də ki, o praktiki təcrübə ilə öyrənməni birləşdirən bacarıqlarını inkişaf etdirdi. Daha doğrusu birləşdirərək inkişaf etdirdi. Tahir Salahovun rəsmləri geniş bir tanınma və nəsə qəbul etdi. Yox, qəbul etdi və deməli müasir, contemporary moderndir, yəni müasirdir. Baxın, müasir sözünün sinonimidir. Müasir rəssamlar üçün yox, bir dəqiqə. Uninfluential təsiri olmayan deməkdir. Baxın, deyir, heç vaxt ictimaiyyət tərəfindən nümayiş olunmadı, səhvdir. Həvəskarlar tərəfindən görünməz qaldı. Bəli, Azərbaycanda və kənarda, yəni xaricdə də rəssamlar tərəfindən təsirlən, yəni onun rəsmləri təsir etdi. Xaricdə və Azərbaycanda digər rəssamlara onun rəsmləri təsir etdi. Digərlərin hamısında mənfi söz var. Baxın, nevə deyir, heç vaxt nümayiş olunmadı. Unseen, görünməmiş qaldı. Bu da deyir ki, Azərbaycan incəsənətində köhnə cərəyanları ruhlandırdı. Axı, köhnə deyildi. Burada var idi, trends sözü, indicə mən elə onu deyilsən seçmişdim. Baxın, new trends deyir. New ilə old necə ola bilər axı? New. Aha. İndi deməli, davam edirik 12-cindən bizdən false, yəni yanlışı seçməyimizi istəyir. Deyir ki, o öz karyerasının sonunda realistik üslubda işlədi. Deməli, gəlin baxaq. Karyerasının başında, baxın, at the beginning of deyir. Elə bir səhvdir, biri götürəcəm. O sadəcə deyir, landşaft çəkdi, heç vaxt portret çəkmədi. 2-ni götürəcəm. Baxın, axı deyir axı burada. He became famous for his portraits. Daha sonra portretlərlə məşhur oldu. Bəli, bold shapes istifadə elədi. Convey ifadə etməkdir, expressdir. Emosiyalı ifadə etmək üçün qalın formadan istifadə etdi. 3 düzdür. Bir də realizmlə emosional dərinliyi birləşdirən ayrıcı üslub inkişaf etdirdi. 3-4 də düzdür. İndi isə baxaq 13-25 daxil qrammatika suallarımıza. Deməli, deyil sözü salə bilən tək isimdir və cümlənin əvvəlində varsa, yəni biz onu boş qoya bilmərik. Ona görə bunu gəlin çıxaq. Və hər hansı bir, yəni cümlənin əvvəlində ilk dəfə danışıldı onun haqqında, hər hansı bir işdə olan uzun gündən danışılır, D artiklı qoya bilmərik, E artiklı qoyacağıq. After a long day at work, she decided to relax by playing. Play sözü bilirik ki, həm oynamaq, həm çalmaq deməkdir. Play çalmaqdırsa, D artiklı istifadə olunmalıdır. Deməli, instrument, yəni musiqi alətləri üçün. Əgər play oyun adlarından istifadə olunursa, boş olacaq. Games, yəni oyunlar üçün. Deməli, bizdə burada cavab olaraq play the piano, musiqi aləti olduğu üçün olacaq Z. After a long day at work, she decided to relax by playing the piano she bought last year. O keçən il aldığı, deməli, işdə uzun bir gündən sonra o keçən il aldığı pianonu çalaraq rahatlamaq, dincəlmək qərarına gəldi. Cavab olacaq, deməli, D variantı.
İndi gəlin baxaq düzgün deməli yəyli hal seçməyimizi istəyir. Baxın, düzgün yəyli hal A-dadır. Sayıla bilən tək isim və özündən sonra da apostrof S-dən düzəltdi yəyli halı, özündən sonra da isim gəlibdir. Mən baxıram ki, 1S, bunu belə öyrətmişəm şagirdlərimi. 1S cəmi neçədir? 2. Burada da bir dənə S olmalı idi. Çünki hərəsinə ayrı-ayrılıqda aiddir. Hər ikisində apostrof S varsa, isim ortaq deyil. Hərəsinin özününkidir və isim cəmdə olmalıdır. Bu feildir. Feil gələ bilməz. FU-dan sonra cəm isim gəlməlidir. Apostrof S düz olardı. Has got isə, yəni apostrof S got, has got deməkdir. Bu isə yəylik hal hesab olunmur. Yenə düzgün variantı kəmiyyət bildən sözlərlə bağlı seçməyimizi istəyir. Çox asandır. Only görürəm, cəm isim görürəm. Only-dən sonra ya gələr a little, sayılmayandan, ya da cəmdən gələr only FU. Cavab olacaq elə D variantı. Deməli, baxırıq ki, bu sual da artıq çox düşür. He completed the task blank and felt about the result. Deməli, o çalışmanı tamamladı və nəticə haqqında hiss etdi. Hiss etdi, deməli, hiss etmək, hissi qavrayış bildirən feildir. Hiss etmək feilindən sonra biz yazmalıyıq sifət. Amma tamamlamaq hərəkət bildirən feildir. Ondan sonra biz yazmalıyıq, deməli, zərf. Ona görə də careful, deməli, baxın, more careful çıxıram. Çünki sifətdir. Yenə sifətdir, yenə sifətdir. İkisi qalır. Fiildən sonra mən sifət yazmalıyam. Hiss etmək. Olacaq deməli C variantı. He felt proud about the result. Aha. Deməli, indi baxırıq ki, incorrect, yəni bizdən yanlış variantı seçməyimizi istəyir. Burada biz baxırıq ki, isimimiz sayılmayandır, little sayılmayandan işləmiz bir düzdür. Several'dan sonra cəm isim gəlməlidir. 2 isim varsa əsas isimdə ikincidir, yəni bu cəmdə olmalıdır, bu səhvdir. Of-dan əvvəlki isim əsasdır, many cəmlə işlənir, düzdür. F-dan sonra cəm isim gəlməlidir, səhvdir. Deməli, mənim səhvim 2-4 olacaq, incorrect, yəni B-dədir. İndi baxırıq ki, yenə paralel zamanlardır. Burada 99%, yenə də 1% demə güvənməyək. Hər an şey ola bilər, amma keçmiş sadə zaman çıxır. Keçmiş sadə zamanda elə hardadır? Deməli, gəlin baxaq, keçmiş sadə zaman yoxdur. Aha, indi onda fikirləşməliyik. Baxın, indiki ilə keçmiş olmaz. İndiki ilə, baxın, keçmiş bitmiş olmaz. İndikilərlə keçmiş olmaz. Bu keçmişlə də aydan sonra ofənik yazan balıq axı, onda mübtədə olmazdı. Mübtədə varsa artıq bu davam edici zaman olmalıdır. Elə qalacaq B. Ali came over to my house and thanked me for the help I had offered him. Niyə keçmiş bitmişdi sonuncu? Çünki keçmiş bitmiş zaman, keçmiş sadə zamanın əvvəl baş verir. Yəni ondan bir zaman geridir. Əli evimə gəldi və mənə ona təklif etdiyim kömək üçün təşəkkür etdi. Köməyi əvvəlcədən etmişəm. Artıq keçmiş bitmişdi. Amma o təşəkkürü indi elədi. Yəni ki, past perfect, past simple-dan bir zaman əvvəldir. Mənə hal-hazırda təklif etdiyim kömək üçün təşəkkür etmir. Qabaqcadan etmişəm, qalıb keçmişdə, keçib bitibdi o hadisə. İndi təşəkkür edir. Ona görə hadisənin biri əvvəldə olub deyə keçmiş bitmişdi. O birisi indi olub deyə keçmiş sadədir. Mərcum növə çevirməliyik deməli. Feildən sonraya baxmalıyıq biz. First cut, yəni bizim tamamlığımız budur. Baxın, A-nın heç bu cümlənin əlaqəsi yoxdur deməli. For-du da çıxılan mübtədə olmaz. Ed varsa, deməli bu nədir? Was, were, üstə gələk, past participle to. Əlbəttə ki, first card-da təkdədir deyə was olacaq. Was-dan being olmur, didin də işi yoxdur. C-dir. Mübtədəni də qoymaq istəyirsəm, mübtədənin qabağına by qoymalıyıq. By-ın çox tərcüməsi var. Burada amma tərəfindən demək. Yəni by fault. İndi gəlin baxaq 20-yə. Bəli. It is bad for your eyes. Gözlərin üçün mənfidir. Yəni sən televizorun qabağında nə etməməlisən? Çox oturmamalısan. Gəlin baxaq. Baxın, have not to səhvdir. Bunun düz forması didn't, deməli have to'dur. Təsdiqləri də çıxanda bəli, shouldn't. Yəni bunu silək, bu da gəlib çıxıbdı. İndi davam edirik 21-lə. Deməli, baxın, quite, daha doğrusu, quite a long distance from here to the city center and construction work has made it even longer. Deyir ki, deməli, buradan şəhər mərkəzi olan belə uzun məsafə və iş bunu daha da uzun etdi. İş bunu daha da uzun etdi. Biz indi əndə kimi olan hissəyə bir şey qoymalıyıq. Baxın, there was, there were da zil hissədə var, vardır, var idi deməkdir, yəni.
Daha zəli indiki zamanda, there was onun keçmişidir. Amma burada nəsə var idi demir. Deyir ki, it was quite a long distance from here to the city center. Buradan şəhər mərkəzinə uzun məsafə idi. Yəni, bu to be feilidir. Və yaxud uzun məsafədir. Hər nəysə. Deməli, bu zəli vozlara bir dənə çıxaq. İndi baxırıq ki, how long is it to get the city center during rush hour today? Rush hour, rush tələsməkdir. Yəni ki, o ən çox tıxac olan saatlarda deyir ki, bugün şəhər mərkəzinə getmək, yəni çatmaq nə qədər çəkdi həmin saatlar ərzində. Yəni hamının tələsdiyi tıxac olan vaxtlarda. Deməli, baxın, it was olacaq da, yəni bu artıq keçmiş zamandadır. Bir dənə dəqiq baxaq. How long? Çünki izlə, amma sual da izlə veribdir də. How long is it to get? It is quite a long distance from here to the city center. Zaman uzlaşmasına görə baxsaq, burada da indiki bitmiş zaman var. Deməli. Amma artıq olub bitibdir də, yəni bu gün ərzində olan bir şeydir. Deməli, buna bir dənə baxaq. Aha, deməli, bir dənə bu suala baxaq. Deməli, burada zaman uzlaşmasına görə, yəni birinci baxanda keçmiş zaman kimi görünür. Amma zaman uzlaşmasına görə deməli, biz burada it izi götürməli olacağıq. Elə digər tərəfdən də burada zaten izlə sual vermişik. Cavab olacaq elə izlə. İndi isə gəlin deməli 22 ilə davam edək. 22-də bizdən definitionları yəni tapmamızı istəyir. Definitionları tapanda deməli 4 dənə sözümüz var. Baxın, unique qeyri-adi deməkdir. Və qeyri-adi deyəndə gəlin baxaq. Yəni unusual or special. Baxın, elə unique sinonimi special. Yəni qeyri-adi xüsusi. 2 olacaq A. Elə 2 adısa cavabımız qaldı B. Exhibition, a public show of art or other things. Yəni nəyinsə sərgi də ictimai elə bir ki, göstərimi. Take up something, nəyisə başlamaq, özə yeni bir məşğuliyyətə, hobbiyə başlamaq üçün istifadə olunur. Put something off isə olacaq, nəyisə təxirə salmaq, yəni daha sonra etmək. 4 olacaq, deməli D. İndi isə yenə bizdən yanlış variantı seçməyimizi istəyir. Gəlin baxaq, bu mürəkkəb tamamlıqla bağlı olan sualdır. İndi görək bizdən burada nə istəyir? Gəlin baxaq. Baxın, made-dən sonra biz demişik ki, tamamlıq, daha sonra train burada məşq etmək mənasındadır. Məşq etmək. Feilin özü gəlməlidir. Elə feilin özü gələ bilərmi? Bu düzdür. Let-dən sonra deməli feilin özü gəlib, düzdür. Made-dən sonra feilin özü gəlib, düzdür. Made me to helping olmaz əlbəttə ki. Help olmalıdır. Let us save feilin özü gəlib, düzdür. İndi isə gəlin 24-də baxaq. Deməli, in the morning-i, early in the morning, yəqin ki 5-3 axırda gəlir, səhər erkən saatlarda. Yəni, bir ki bizim swapped qaydamız var, subject, verb, daha doğrusu, bəli, object, place, time. Yəni, mübtədə xəbər, tamamlıq, yer və zaman. İndi deməli, gəlin baxaq. The delegates, yəni nümayəndələr, made us start, 1, 4, 6, deməli 2. Made us start early in the morning. Bəli, olacaq elə B variantı. B variantı. Burada niyə olmur? Made ilə cümlə başlamaz. Delegates, made, start olmaz. Made us start. Yəni, nümayəndələr bizi səhər erkən başlamağa məcbur etdi. Delegates bir daha yoxlayaq. Made us start
Early in the morning. Bəli, indi isə düzgün sinonim cütlüklərini seçməyimizi istəyir. Refuse, reject hər ikisi rədd etməkdir. Deməli, olacaq 1. Divide, bölmək, connect, əlaqələndirmək antonimdir. Allow, icazə vermək, forbid, qadağan etmək antonimdir. Remember, recall, xatırlamaq. Bir də olacaq, deməli, 2. Bəli. İndi isə essaya baxaq. Bəli, piknikə gedən bir dostlardır. İndi gəlin nəzər yetirək. Deməli, gəlin yazaq. It was a beautiful sunny day. Gözəl günəşli bir gün idi. It was a beautiful sunny day. Hardasa yox, bir ailədir. Dostlar deyil, üzüldür sayın. Misal üçün yazaq The Smiths, Smithlər ailəsi. Decided. Mən yenə sözlərdə səhvlər edirəm, siz diqqətli olun. Decided to have a picnic. To have a picnic. They packed some, deməli nə yaza bilərik? Meyvələr ola bilər. Some fruit. A cake. Meals. With them. Bəli, götürdülər. Deməli, they arrived. Hara çatdılar? Arrived at the forest. And deməli, buna nə yazaq? Hardasa bu bir parçadır da. Uzatmaq olacaq, deməli, süfrə sərmək deyək də. And laid. Tablecloth yazaq. Stol parçası. Təxmin eminim bir şey ola bilər. Süfrə kimi daha doğrusu. Tablecloth on the grass. They have ya da have. They had lunch yazaq gəlin. Amma yox, lunch olmaz bura. Bir dəqiqə. Onda bunu itlə verək. Çünki tam olaraq burada bilinmir. Hansı yemək yedikləri. They ate delicious food. And began to relax. İndi gəlin uşaqlara ad qoyaq. Tom və Maria deyək. Tom, after, misal üçün meal, mən bağlacıdan da istifadə etməliyik. After the meal, Tom and Maria was running and playing happily. Burada happily yazdıq çünki play hərəkət bildirən feildir. Their parents deməli, uzanmaq olacaq, deməli, lay and relaxed. The family had a great weekend. Ya da had a great day deyə yaza bilərik. Bu qədər 35 sözü məncə keçdik. Yenə də gəlin baxaq.
5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. 31, 32, 33, 34, 35, 36. Bəli, keçmişik. Gəlin yəni tərcüməsinə baxaq. It was a beautiful sunny day. Gözəl günəşli gün idi. The Smiths decided to have a picnic. Yəni Smith ailəsi ziyarət varsa bütün ailədir. Piknik etməyə qərarı aldı. They packed some fruit, a cake, meals with them. Özləri ilə yeməklər, biraz meyvə və tort bağladılar. Onlar meşəyə çatdılar və otun üstündə süfrə, yəni sərdilər. Onlar ləzzətli yemək yedilər. And began, bu da sinifdir deməli, began to relax və dincəlməyə başladılar. Yeməkdən sonra Tom və Maria qaçırdı və xoşbəxtcə oynayırdı. Valideynləri isə uzandı və dincəldi. Ailə əla bir gün keçirdi. Bu şəkildə siz yaza bilərsiniz. Daha çox suallarınız varsa şərhdə qeyd etməyi unutmayın. Sağ olun.